Hər vaxtınız xeyir. Sözün və səsin vəhdət tapdığı məkandayıq. Bugünkü qonağımız Azərbaycanın və Özbəkistanın xalq artisti. Rəşid Bebdov adına mahnı teatrının solisti. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti. Türkmənistan Dövlətinin Altun Əsr mükafatçısı Gülyanaq Məmmədovadır. İstəyirəm sizi sual atəşinə tutum. Bilmək istəyirəm, ailə və yaradıcılıq. Bunlar bir arada necə bunların öhdəsindən gəlirsiniz? Bir də hansında daha çox uğur qazanmışsınız? Aynur xanım, öncə sizi salamlayıram, izləyiciləri salamlayıram. Sənət göz önündə, ailəm də göz önündədir. Ona görə hər ikisi mənim üçün zirvədədir, hər ikisi də mənim üçün uğurludur. Çox gözəl. Əslində elə də düşünürük. Çünki hər ikisini eyni paralel aparmağı gözəl bacarırsınız və bunu görürük. Çətindir, amma asandır işin öhdəsindən gəlməyə nə var ki? Amma gərək sənətdəki uğurlarınla birgə ailə uğurlarında, ailə qanunlarında qoruyub saxlaya biləsən, o zaman uğurlu alınır. Bir də ki, ailədə gərək bir-birinə qarşı sənət adamını, daha doğrusu, anlayışla yanaşan, onu başa düşən və ona dəstək olan tərəf olmalıdır. O da bizim ömürgün yoldaşımızdır. Şükür olsun ki, onun dəstəyi də var deyə mən xoşbəxtəm. Həmişə xoşbəxt qadın olasınız. İfa zamanı ən çox sizə həyəcan verən an? İfa zamanı həyəcan verən an, bilirsiniz, səhnədir, hər şey ola bilər. Söhbət təbii ki, toydan, düyündən getmir, o bir başqa, amma səhnə önəmli, məsuliyyətli bir səhnəni almaq çox çətindir və səhnə öncəsi tamaşaçı görsə ki, bizim əlimiz buz kimi olur, ürəyimiz yerində titrəyir, hansı yaşda olursan ol, hansı sənət titulunda olursan ol, istəyirsən lap nazir ol, xalq artisti olaraq. Səhnə öz sözünü, öz məsuliyyətini, öz həyəcanını verməsə, deməli, onda sənin sənətin yoxdur, məsuliyyətsiz yanaşırsan. Yəni, o olmalıdır səhnə öncəsi və onun da müəyyən anlamları var. Canlı ifaya çıxırıq, səs sözə baxması var, musiqinin təbini almaq var, mikrofonun necə işləməsi var, sözün yaddan çıxıb-çıxmamağı, səsin sözə baxması ola bilər, hər şey ola bilər. Robot deyilik ki. Amma əsas önəmli olan odur ki, canlı ifa vaxtı hər şeyin olmağı normaldır. Olmasa laf yaxşı. Ümumiyyətlə, mən bir şey deyə bilərəm ki, müğənni, ifaçı, istər alətlərdə və ümumiyyətlə sənət adamı mina axtaranlar oxşayır. Nə gözəl, bənzətmədir. Heç vaxt orada büdrüyüb, onu özünü məhv eləməməlidir. Həmişə bayraq əlində saxlamalıdır, ehtiyatlı olmalıdır və səhnəni canavarı olmalıdır. Səhnə çətin, qarışıq, həm də dərs verən bir məkandır. Elə sual ağlıma gəldi, cavabınızdan da oldu. Belə deyərdim də, sözün kəsəri olmalıdır, yoxsa səsin əzəməti olmalıdır mahnıda? Hamısı önəmlidir. Səs bunu icra edir. Amma orada sözün qüdrəti, qüvvəti, kəsəri, sözün mənası, ürəklər oxuyan sözdür da. Siz bir şairə xanım kimi yəqin təsdiqləyirsiniz ki, musiqinin bütün notları gözəldir. Oturub hansı melodiyanı işləsən, qəlbə yatacaq. Amma onu daha da qüvvətləndirən, qəlblərə yaxın eləyən sözün qüdrətidir. Ona görə söz üzərində mahnı yazılır. Bəzən mahnı yazırlar, deyirlər, bura bir söz otursa, o həvalda alınmır. Söz mahnını çəkib gətirməlidir. Azərbaycan muğamının bugünkü günündən razısınız? Mən razıyam. İllər öncədən də biz uşaq olanda da həmişə zövqlü musiqilər olub, sənətkarlar olub və yeni çıxan müasir musiqinin ifaçıları da olub. Yəni, belə desək, indi deyirik, yüngül janrda toy mahnıları, toydur da, toy düyün üçün yazılır, o həmişə olubdur, həmişə sevilibdir. Amma yaşayan, davam eləyən sənət aləmində zövqlü musiqi, muğam olub, xalq musiqisi olub. Heç görün onların biri yaddan çıxır. Nə vaxt oxusaq yeri var, həmişə sevilib. Amma gündəmlə gələn musiqilər gəlib, ifa olunub, gedib. Amma bugün nə qədər muğam ifaçılarımız yetişir.
nə qədər milli musiqimizə daxım, nə qədər desək, özümüzü tənqid eləsək belə ki, zövqlər korlanıbdır, nə, bugünkü kimlər səhnədə, ay, niyə belə oldu, niyə bəzən sənətçilər, yaxşı sənətə xidmət eləyənlər küskün olur ki, niyə korlandı, xeyr, elə deyil, onu elə bizlər qoruyub saxlamalıyıq. O zövqlü musiqi ilə, axı bizim zövqlü tamaşaçılarımız da var, zövqlü gəncliyimiz var. Bugün dövlət rəhbərliyimiz tərəfindən də muğama olan diqqət, qayğı, muğam müsabiqələri, respublika muğam müsabiqələri, beynəlxalq muğam müsabiqələrinin keçirilməsi, universitetlərdə, bizim universitetdə və eyni zamanda Milli Konservatoriyada bu dərslərin keçirilməsi, gənclərin axını, bu özü bəllidir ki, muğama sevgi var, tədris gözəldir. Bir sözdə soruşum, sual verim sizə, bax, məhz muğamın indiki gənclərə və yaxud da nəsillərə sağlam ötürülməsi üçün siz nə təklif edərdiniz? Sizin təklifiniz, ideyanız nə olardı? Sağlam ötürülməsi üçün biz, məsələn, şəxsən mən, Ustad Seyid Şuşinski nəvəsiyəm. Ustad Nərman Əliyev tələbəsiyəm. Və ustadlar Can Ələkbərovdan da dərs almışıq. Və bir çox ustadlar var, Arif Babayev, Əli Baba Məmmədov, bir çox ustad sənətkarları dinləyə, belə desək. Amma mənə doğru, düzgün, klassik muğamı ötürən ustadım adını çəkdim, Nərman Əliyev. Seyid Şuşinski məktəbini ki, bizlərə öyrədib. O dərs metodikası bugün gündəmimizdə, tədrisimizdə ən yüksək səviyyədə tədris olunan dərsdir ki, doğru, düzgün şəkildə klassik muğamı olduğu kimi tədris eləsək, bu o formada da gedəcək. Bəli, öyrənib əsas yolu, sütun bilirsiniz də, bünövrə möhkəm olmalıdır. O bünövrəni gözəl qursaq, ondan sonra onun üzərində nə istəyirsən bəzə. Ustadım belə başa salırdı ki, get bütün otaqları gəz, bütün binanı gəz, hər yeri bəzə düzə, axırda gəl, girdiyin qapıdan çıx. Gəz bütün muğamı, yəni oradan haşiyələr çıx. Ona görə deyirlər də, muğam bir dəryadır. Ha, baş vursan bitməz. Əgər okeanda bir damlanı biz əgər öyrənib tədris eləyə biliriksə, nə xoş mənim halıma. Yəni, görün, bu okeandır və oradan bir damlayıq biz. Bizim bilmədiyimizdir, baş vurdunca gedəcəyimiz muğamda o qədər dərin dəryalar var ki, nələr var. Amma onu doğru düzgün şəkildə ötürə bilsək, o zaman bizim gələcəyimiz. Muğam görün, əsrlər bəlli deyil nə vaxt yaranıb, əsrlər boyda yaşayır, ötürülür nəsildən nəsilə və bugün də onun ötürücüləri bizik, bizdən sonra da bizim öyrətdiyimiz nəsildir. Ona görə biz yaxşı ötürə bilsək, onlar da gözəl gələcək nəsil ötürəcəklər. Amma yetər ki, muğamlarımız üstünə köhlənən o musiqilər, istər zövqlü, istər zövqsüz, o zövqsüzləri biraz uzaqlaşdırır. Onlar da olur gündəmdə gəlir, özü gedir. Qalmır. Güzel. Təbii ki, müsahibə çox verirsiniz də, amma mən istəyərdim ki, deyəsiniz, sizə hansı sualı versinlər ki, o sualı heç vaxt eşitməmisiniz və yaxud da eşitmək istərdiniz? Mən hansı sualı versəniz, mənim üçün xoşdur. O qədər elə suallar var ki, onu gərək düşünəydim ki, hansı sual mənim üçün maraqlı olur. Hərdən evdə ağlıma gəlir ki, kəşki mənə bu sual verirlər, amma bu anda o mənim ağlıma gəlmir. Əslində, əksinə hal-hazırda mən suallardan və müsahibələrdən qaçıram. Amma baxır kiminə. Bir də görürsünüz ki, elə uyğun olmayan suallar olur ki, onu cavablandırarkən o sosial şəbəkələrdə, yayımlarda məhz söhbətə səbəb olur. Ona görə qaçıram o suallardan. Amma maşallah, sizin suallarınız mənim sənət aləmimlə bağlıdır, mənim ürəyimcə. Bir-iki şəkili olaraq bir aradayıq. Mən istəyirəm... Canım, istəyirəm sizə bir sual verim. Buyurun. Bax, Kəlağayı. Aha. Bilirik ki, 26 noyabr Kəlağayı günüdür. Bəli. Yəni, təbii ki, bu UNESCO-nun qeyri-maddi mənəvi irsinə salınıb, bu sərvətlərinə salınıb və gözəl təbliğatı gedir. Bəli. Amma istərdinizmi ki, Şəkidə xüsusi festival olsun bununla bağlı? Mən bir xanım, Güllü xanım var, Güllü Tamarlı. Mənə hər bayramda zəng eləyir. Mən keçən ilki tədbirlərində Muğam mərkəzində iştirak eləmişdim. Və Kəlağaylardan yadımdadır ki, Baskalda da bir Kəlağayın, yəni bugünkü Kəlağay olan sevgi, diqqət, onları da çəkilmişdim Dövlət Televiziyamız tərəfindən. Mən bu ildə Güllü xanımdan dəvətlər almışam. Mənim üçün çox xoşdur, hər yerdə keçirilir. Amma
Kəlağayının məskəni, Şəkidə. məkanı olan Şəki buna layiqdir. Şəkidə bu festivalın keçirilməsi alqışa layiqdir. Səni örtüb cavan qarı, ay elimin milli varı, Şəkimizin yadigarı, nənələrdən qalan payım, Kəlağayım.